düzgün qidadan başlayır. Daha yaxşı səhər yeməyi hansıdır? Dənli səhər yeməyi, yoxsa yulaf sıyığı? Sağlamlıq üçün təkcə qidanın tərkibi yox, onun fiziki quruluşu da çox önəmlidir. Qarğıdalı lopaları və Rice Krispies'in qan şəkərini qarğıdalı və ya düyüdən daha çox qaldırması təəccüblü deyil. Amma məsələ təkcə əlavə şəkər deyil. Eyni maddələrdən ibarət qidalar belə, fərqli formada olduqda, bədəndə tamam fərqli təsir göstərə bilər. Məsələn, fıstığı bütöv halda yeməklə eyni miqdarda fıstıq yağı yemək arasında böyük fərq var. Fıstığı bütöv yeyəndə yağın bir hissəsi sorulmadan bağırsaqlara çatır. Qidanın forması təkcə yağın yox, karbohidratın sorulmasına da təsir edir. Məsələn, iri vopalı yulafın glisemik indeksi hazır yulaf sıyığından xeyli aşağıdır. Eyni yulafdır, sadəcə forması fərqlidir. Bu niyə önəmlidir? Çünki yüksək glisemik indeksli yeməklərdən sonra karbohidratlar çox sürətlə sorulur və bu, həddindən artıq yeməyə səbəb ola bilən hormonal dəyişikliklər yaradır. Bir araşdırmada artıq çəkili yeniyetmələrə eyni kaloridə yeməklər verildi. Hazır yulaf yeyənlər, polad kəsim yulaf yeyənlərlə müqayisədə gün ərzində 53% daha çox yemək yedilər. Hazır yulaf bəzi səhər yeməyi taxılları qədər pis olmasa da, bir çox taxıl məhsulları qan şəkərini çox sürətlə qaldırır. Sənaye üsulları ilə hazırlanan taxıllar nişastanın çox tez sorulmasına səbəb olur, şəkər əlavə olunmasa belə. Məsələn, sadə buğda makaronu qan şəkərini yavaş-yavaş qaldırır. Amma eyni buğda çörək formasında olduqda qan şəkərində kəskin sıçrayış yaradır və insulin həddindən artıq ifraz olunur. Bu isə qan şəkərinin normadan aşağı düşməsinə və güclü aclıq hissinə səbəb olur. Elmi təcrübələr göstərir ki, insulin artımı birbaşa aclığı gücləndirir. Araşdırmada iştirakçılar səhər yeməyi olaraq ya yulaf sıyığı, ya cornflakes, ya da sadəcə su qəbul etdilər. 3 saat sonra naharda nə qədər yediklərinə baxıldı. Yulaf yeyənlər daha tox hiss etdilər və naharda yarıdan az kalori qəbul etdilər. Cornflakes yeyənlər isə səhər yeməyi yeməyənlərlə eyni qədər ac idilər. Sanki səhər yeməyi yeməmişdilər. Eyni yulafdan hazırlanan Cheerios belə, lifin və bütöv nişastanın azalması səbəbindən iştaha nəzarətini zəiflədir. Araşdırma yulaf istehsalçısı tərəfindən maliyyələşdirilmişdi və sonradan məlum oldu ki, zəif nəticə göstərən məhsullar nəticələrdən çıxarılıb.